17 oktyabr 2025-ci il tarixində saat 06:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Mehdiyabad, Balaxanı yolu ərazisindən yol nəqliyyat hadisəsi 2 avtobusun toqquşması səbəbilə çağırış daxil olub. Bu barədə təbibdən məlumat verilib. Bildirilib ki, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfərə 6 kişi, 1 qadın ilkin tibbi xidmət göstərilib və müxtəlif bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Tibb müəssisəsinin təcili tibbi yardım şöbəsində onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda bir nəfərin kişi müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır. Bir nəfər qadın ixtisaslı tibbi xidmət almaq üçün kliniki tibbi mərkəzə təxliyə olunub. Vəziyyəti qənaətbəxş olan 5 nəfər kişi isə ambulator müalicə üçün evə buraxılıb, deyə əlavə edilib. Qeyd edək ki, İVEGO və SAS markalı avtobusların toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.